Baş sözü ilə bağlı maraqlı bir sual var ki, bu söz amonimdir yoxsa yox? Çünki izahi lüğət buna isim və sifət deyir. Ümumiyyətlə bilin ki, elektron izahi lüğətlər, yəni onların nitq hissələri ilə bağlı verdiyi cavablar ChatGPT-nin verdiyi cavablar kimi bir şeydir. Yəni tam güvənə bilməzsən, ola da bilər, olmaya da bilər. Cavabımız budur ki, baş sözü ancaq isim olur və bu sözün amonimliyi yoxdur, həmçinin sifət kimi də işləmir. Bunu qoyduq qırağa. Mənim sizə məsləhətim odur ki, deməli, elektron lüğətlərdən və yaxud hər hansı bir lüğətdən frazeoloji birləşmələrlə bağlı istifadə edə bilərsiniz. Sözün leksik mənası ilə bağlı, yəni izahi lüğətlərdən istifadə edə bilərsiniz. Həmçinin orfoqrafiya ilə bağlı lüğətlərdən istifadə edə bilərsiniz. Bunlarla bağlı bunlara güvənmək olar. Amma qalan məsələn, yazın indi elektron hansısa bir izahi lüğətə, elə mən birinə yazdım, qarşıma çıxdı. Deməli, eyni sözün yazdım, götürdü, verdi sifətlə. Eyni sözün əvəzi olduğunu bilirsiniz, amma onu durub sifət deyil. Yəni, lüğət bir dəfə ona hansısa bir məlumat yüklənir, sonra növbəti ilə hansısa bir qayda dəyişəndə orada girib onu dəyişmir. Təbii olaraq, bəli, lüğətin işi müəyyən informasiya verməkdir. Bütün nitq hissələrinin hamısını, indi ədalətlə danışsaq, hamısını yəni ortaya çıxara bilməz. Yəni, çünki bu nitq hissəsini müəyyən eləmək bir elmdir, bir qayda və ona görə onun üçün bir qayda var. Yoxsa elə onu lüğət müəyyən edəcəksə, bu boyda morfologiya o zaman nəyə lazım idi? Ona görə uşaqlar, siz bu məsələlərdə ancaq qaydanı öyrən. Yəni, bütün isimləri bilə bilməzsən, bütün sifətləri bilə bilməzsən. Sən qaydanı öyrənirsən, qaydanı biləndən sonra artıq nitq hissələrini necə fərqləndirəcəyini də gözəl şəkildə biləcəksən. Belə, qarşıdakı imtahanlarda hər birinizə uğurlar arzulayıram. 3 ay təxminən vaxtınız qalıb. Bu 3 ay bizim qruplara qoşulub sıfırdan başlayaraq bütün proqramı gözəl bir şəkildə mənimsəyə bilərsiniz. Biz dərsləri üstürək qruplarında da həmçinin dərsləri toplu ilə deyil, yalnız öz xüsusi özəl testlərimizlə keçəcəyik inşallah və siz burada düşünürəm ki, bazalı uşaqlar yetərincə irəliləmiş və yüksək bal toplamış olacaqlar inşallah. Sıfırdan başlayan adam indiyə kimi heç öyrənmir, ismi sifət tanımır, oradan nəsə eləyə bilərmi? Xeyr, əldə eləyə bilməyəcək. Yalnız bazalı müəyyən qədər toplumun içindən xəbər olan, topludan bir 50% xəbər olanlar bu qruplarda nəticə əldə eləyə bilərlər. Qoşulmaq üçün 055 597 0151 yazırsınız. Bizim hər üç fəndən deməli, sürə qruplarımıza qoşuluruz. Həmçinin sınaq qruplarına da bütün fənlər üzrə qoşulmağınız mümkündür. Bu qədər, sağ olun, səhifəni izləməyi yaddan çıxarmayın.